heç kim Qur'an-ı Kərimdə namazın hansı formada qırıldığı ilə bağlı bircə şərt göstərə bilməz. Belə bir şey yoxdur. İkincisi, Allahla bəndənin arasına kimsə girməyə cəhd etməz. İnsan Allaha neçə dəfə ibadət edir, necə ibadət edir. Şərtlər var, bunlar hədislər vasitəsilə gəlib və s. Və yaxud da 17 rükət namazın qılınması şərtli, bunlar başqa bir şeydir. Amma forması barədə belə bir şey yoxdur. Mən dedim, namazın müxtəlif formaları var. Niyyət namazı var, cümə namazı var, meyit namazı var, məscid namazı var, nə bilim, cəmaat namazı var, hər bir şey var. Və bütün bu namazların hər birində hansı şəkildə qılacaqsansa, bu da sənin ürəyinin və içinin istəyi. Hə, formalaşmış qəliblər var, uzun illər gəlib. Mən hər zaman demişəm, Allahımla mənim aramda imam, molla, şeyx, o, bu varsa təşkilatdır, mən təşkilat üzvü deyiləm. Allahımla mənim aramda heç kim yoxdur. Mən təşkilat üzvü deyiləm. Deyilsiniz? Yox. İslam dinində, o, əlhəmdülillah, müsəlman. Və inanclısınız? Və inanclıyım. Necə hesab edirsiniz? Quranın Azərbaycancaya çevrilməsi, ki çevrilib təbii ki, və deyək ki, möcüzələrin və yaxud da ki... Mən çox istərəm ki, Azərbaycanca olmalıdır. Çox istəyirəm. Çünki məni yaradan Allah bu dili də, bu düşüncəni də, bu millət seçimini də və s. hamısını mənə Allah verib. Bunu qəbul edirsiniz, bunu qəbul edirsənsə, məni yaradanla niyə öz dilimdə danışmamaq? Və Quranın dili ərəb dili. Anladım, ərəb dilində gəlib Quran. Lakin bu mənə bunu tərcümə edib, bilməyə bilmir, ərəb dilini bilməyə bilmir, qolun qabırğasını sındıra-sındıra, bilməyə bilmir. Bunu oxumağın, deməyin mənasını başa düşmədən zikr etməyin nə mənası var ki?